Behramtepe hidroqovşağında qurğuların yenilənməsi və bərpa işləri aparılacaq. Hidroqovşaq əhatə etdiyi 6 rayonun İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəbrayıl və Cəllabad rayonlarını suvarma suyu ilə təmin etmək üçün gücləndirilmiş iş rejimində çalışır. Sözü gedən hidroqovşaq 1958-ci ildən istifadəyə verilib və hidroqovşağa Behramtepe hidroqovşağının istismarı idarəsi xidmət edir. Hidroqovşağın əsas məqsədi həm Araz çayından, həm də Qarabağ kanalından daxil olan suları nizamlayaraq Yeni Cəyəni, Muğan, Rəsular və Baş Muğan kanallarına verilməkdən ibarətdir. Hidroqovşaq ümumiyyətlə Muğan zonasında əkin sahələrinin su ilə təmin olunmasında müstəsna əhəmiyyətə malikdir. Həm Qarabağ Baş Muğan kanalından verilən sular eyni zamanda Sabir və Aşağı Muğan kanallarına, Yeni Cəyəni Muğan kanalından isə Qızıl Arx, Köhnə Cəyəni Muğan və Maşınqolu kanallarına verilir. Həmçinin Araz çayından Boztepe kanalına və Araz çayının yeni qolu vasitəsilə Orta Muğan kanallarına su verilir. İdarə Araz çayının mühafizə bəndlərində və çay məcrasında təmizlənmə işlərini də davam etdirir. Kanallarda 454 min kubmetr lildən təmizləmə, 18 ədəd hidrotexniki qurğunun cari təmiri nəzərdə tutulub. Həmçinin bu il hidroqovşaqda 2022-ci ildən başlayan yenidən qurma işlərinin davam etdirilməsinə başlanılıb. Bəndin su qəbul edicinin, magistral kanalların nizamlayıcı qapıları, 100 və 15 tonluq kranlar, onları hərəkətə gətirən elektrik mühərrikləri və digər qurğuların yenilənməsi, bərpa olunması işləri görüləcək, elektron su ölçü cihazları və SCADA tipli avtomatik idarə etmə sistemi qurulacaq. 2024-cü ildə Qarabağ kanalından 520 milyon kubmetr, Araz çayından 1351 milyon kubmetr olmaqla ümumilikdə hidroqovşağa 1871 milyon kubmetr su daxil olmuşdur. Və bu sulardan 692 milyon kubmetri Saatlı və Sabirabad rayonlarına, 448 milyon kubmetri İmişli rayonuna, 361 milyon kubmetri isə Biləsuvar, Cəbrayıl və Cəllabad rayonlarına verilmişdir. Eyni zamanda ekoloji tarazlığı təmin etmək məqsədi ilə minimum sayədə 3 kubmetr olmaqla ümumilikdə il ərzində 279 milyon kubmetr Araz çayının aşağı beyininə ötürülmüşdür. Daxil olan sularla deməli Saatlı rayonunun 51.264 hektar, Sabirabad rayonunun 3060 hektar, İmişli rayonunun 46.129 hektar, Cəbrayıl rayonunun 4112 hektar, Biləsuvar rayonunun 50.798 hektar və Cəllabad rayonunun 9160 hektar olmaqla ümumilikdə hidroqovşaq 164.490 hektar sahənin suvarmasını həyata keçirmişdir. Qeyd edək ki, Behramtepe hidroqovşağının istismar idarəsi əhatə etdiyi rayonları suvarma suyu ilə təmin etmək üçün 217 kilometr magistral kanallardan, 322 ədəd hidrotexniki qurğulardan istifadə edir.